Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihənin icrasına başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir. Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparıldı. Eyni zamanda Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinədək olan hissə ümumilikdə 1,9 km uzunluğunda mikromobillik zolağı ilə əhatə olunacaq. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədi ilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq. Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək olan hissədə 316 parklanma yeri təşkil olunur. Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədi ilə dayanacaq məntəqələrin yeri optimallaşdırılacaq. Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək. Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin formalaşmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə yanaşı vətəndaşların gündəlik hərəkət imkanlarının genişləndirilməsinə xidmət edəcək.